Dostlar, bu sınağı yəqin ki işləmisiniz. Bu Bəli. mövzu sınağı 6-dır. Mən bunun hamısını izah edəcəm və sonda müzakirə eləyərik. Birincidən başlayaq. Deyir ki, 27 dərəcə temperaturda üstünə 300 gəlirsən, temperatur eləyir neçə? 273 gəlirsən, eləyir 300 Kelvin. Su buxarının təzyiqini veribdir. Yəni, bu bunun P-sidir. Deyir, konsentrasiyanı tap. Baxıram, K var, T var, P var. Onda konsentrasiyanı tapmaq üçün P bərabər NKT istifadə edəcəm. N bərabər P bölünsün nə olacaq? KT. Bunu da hesablasaq, deməli 0,42 kilopaskal 10 üzəri 3 eləyir. Böl. K-nı verib 1,4 10 üzəri mənfi 23 vur 300. Deməli 0,42-ni 1000-ə vuranda neçə eləyir? Deməli n bərabər oldu. Yuxarıda neçə olur? 420, düzdürmü? 1,4-dür. Bu da 300-dür. 1,4-ü 3-ə vuranda neçə eləyir? 4,2 razı. 10 üstü mənfi 23, 2 0 burada var. 10 üzəri neçə eləyir? Mənfi 21. Razısınız? Deməli buradan bunlar ixtisar gedir. Qalır deməli yuxarıda olur 10 bölünsün 10 üzəri mənfi 23. Bu da neçə eləyir? Əziz dostlar, deməli üstəm bölünsün mənfi 21. Buradan bunu çıxanda 10 üzəri 22 eləyir. Düzdürmü? B bəndi. Aydındır? Sabit temperaturda 2-yə baxıram. Sabit temperaturda doymayan su buxarının təzyiqi azalanda, doymayan su buxarı bilirsiniz ki, ideal qaz qanunlarına tabedir. Təzyiq sıxlığın düsturu P bərabər, rho bərabərdir. PM bölünsün RT. Rho ilə P düz asılıdır. Bu 1,2 dəfə azalanda, sıxlıq da 1,2 dəfə nə edir? Azalır. 3-ə baxaq. Deyir ki, AB kesti zamanı doyan buxarın temperaturu və kütləsi. Baxın, doyan buxar ideal qaz qanunlarına tabe deyil. Doyan buxarda təzyiq sabit qalanda, deməli konsentrasiya, temperatur və sıxlıq da sabit qalıb. İndi baxıram, AB qrafiki P-yə perpendikulyardırmı? Deməli AB prosesində təzyiq nə qalıb? Sabit qalıb. Təzyiq sabit qalıbsa, deməli temperatura sabit qalıb. Ya B-dir, ya D-dir. Deyir ki, kütləsi. İndi bax, kütlənin düsturu M bərabər rho V. Fikir ver. Temperatur sabitdirsə, təzyiq sabitdirsə, deməli sıxlıq da sabitdir. İndi oxa baxıram. Ox sola gedib. Yəni həcm azalıbsa, buxarın kütləsi nə edib? Azalıb. Cavab nə oldu? D variantı. Aydındır bura? Bəli. O birinci sualda mən 10 Hə. üzəri 23 almışdım. Yenə hesabladım, elə aldım. Bir dənə baxaq. Bir dənə baxım. Bir dənə baxım. Problem deyil, baxım. Deməli, 10 üzəri mənfi 23-ü 300-ə vuranda, 10 üzəri mənfi 23, buradan 2-0 gedəndə 10 üzəri mənfi 21 qalmır. El olmur uşaqlar. Mən 4 bölmüşüm. 10'du. Aşağıda Bax. 42 burası 10. Üzr istəyirəm. Burada 4,2 var imiş. Mən onu 40 götürmüşəm. Hı. Hə. 420 bu böl 4,2 10 üzəri mənfi 21 eləyir. Buradan 1-0 bura verirsən, düzdürmü? 100 qalır, o da Mənfi yuxarıdan 22 100, deməli onu bundan bunu aparanda 10 üstü 25 eləmi? Yox, 23 qalır. Düzdür? Bəli, müəllim. Hə, 23 eləyir. Mən onu 4,2-ni 42 kimi görmüşəm. Hə, okey, düzdür. 10 üzəri 23 eləyir, bəli. Bəli. Əla. 2 və 3 aydındır hamıya? Evet. Aydın. Aha, izah eləyirəm. Deyir ki, PV koordinat sistemində AB və BC buxarının konsentrasiyası. Baxın, indi. AB hissəsində bilirsiniz ki, buxar hansı haldadır? Doyan haldadır. Düzdürmü? Doyan halda qrafik P-yə perpendikulyardır. Yəni təzyiq sabitdir. Təzyiq sabit olanda doyan buxarda konsentrasiya nə edir? Sabit qalır. Amma BC hissəsində buxar artıq doymayan haldadır. Doymayan buxarda ideal qaz qanunları ödənir. Yəni M bərabər M böl V. Sağa doğru gedəndə həcm nə edir? Artır. Konsentrasiya nə edir? Azalır. Dəyişməz, azalar. Aydındır hamıya? Əla. Aha, 5-ə baxaq. Deyir, çevirmək olmaz. Bilirsiniz ki, qazı maye çevirməmək o vaxt olur ki, yəni qaz maye çevrilmir. O vaxt böhran temperaturundan böyük temperaturda. Burada verib bunu mənfi 240 Selsi. Mənfi 240-ın üzərinə
273 gəlirsən, neçə eləyir? Deməli, 33 Kelvin. 33 Kelvindən böyük temperaturda qaz mayeyə çevrilmir, kiçik temperaturda çevrilir. Böyük də burada 37 Kelvindir. Xatırlayırsa yəqin ki bunu. T böhrandan kiçik olanda qaz mayeyə çevrilirdi. Yox, T böhrandan böyük olanda qaz mayeyə çevrilmirdi. 6-ya baxaq. Qaynama temperaturu asılıdır mayenin növündən və xarici təzyiqdən. 1 və 2. Bura qədər aydındır. Nəzəriyyə Aydındır, sualıdır. Aha. Quru termometrlərin göstərişləri eyni olsa, xatırlayarsınız yəqin ki bunu. Qurunun göstərişi eyni olanda nisbi rütubət fi yaşın göstərişi ilə necə asılı olurdu? Düz. T3 T2-dən, o da T1-dən böyükdürsə, deməli fi3 də fi2-dən, o da fi1-dən böyükdür. Aydın oldu hamıya? Bəli, müəllim. Əla. Havanın temperaturunu dəyişmirsən. Su buxarının sıxlığını 3 dəfə azaldanda, yəni rho 3 dəfə azalanda nisbi rütubət fi bərabər rho bölünsün rho 0,100% deyil. Fi ilə rho necə asılıdır? Düz. Sıxlıq 3 dəfə azalanda fi də 3 dəfə azalar. Aydındır? Aha. 9-a baxaq. Buxarlanmanın sürəti asılıdır. Kütlədən asılı deyil. Mayenin növündən bəli, həcmindən asılı deyil. Temperaturdan bəli. Sərbəst səthin sahəsi bəli. Mayenin səthinə düşən təzyiq, yəni xarici təzyiqdən bəli. Nə oldu? 2, 4, 5, 6. Bura aydındırmı hamıya? Aydındır, müəllim. Əla. Kənar bucaq 180 dərəcə olanda maye islatmayan olur, bilirsiniz ki. Amma kənar bucaq alfa bərabər 0 dərəcə olanda nə olurdu? İsladan. Əla. Deyin görün, bu ilk 10 sualda sualınız varmı? Yoxdur, müəllim. Yoxdur. Hər şey qaydasındadırmı? Bəli, müəllim. Əla. Əla. İndi videonu yükləyəcəm, amma həlləri şəkil kimi sən bölüşürəm. Mayenin səthinə toxunan, boyunca yönələn və səthin sayəsini minimuma endirilməyə çalışan qüvvə səthin gəlinmə qüvvəsidir. Bilirsiniz ki, səthin gəlinmə qüvvəsi F bərabər sigma L-dir. Təkrarlayaq bunu da həm də. Əla. İndi deməli nə var? Kapilyar borda ən kəsik A olan kvadrat. Xatırlayırsınız, bunu hazır düstur kimi demişdik və isbatla vermişdik. H bərabər 4 sigma bölünsün rho J-A. Keçən dərs bunu isbat eləmişdik. Xatırlayırsınızmı? Bəli, müəllim. Bəli. Kristallaşma prosesində cismin daxili enerjisi azalır, temperaturu dəyişmir. Aydındır proses sizə. Xatırlayırsınız da? Ərimə prosesində necə idi? Ərimə prosesində də, o qrafiki xatırlayırsınız, ərimə prosesində temperatur sabit qalırdı. Daxili enerji artırdı. Kristallaşma da nədir? Ərimənin tərsidir. Aydın oldu? Bəli, müəllim. 14-ə baxaq. Aşağıdakı kəmiyyətlərdən hansı və ya hansılarının vahidi paskaldır? Səthi gəlimə əmsalı paskal deyil. Təzyiq bəli paskaldır. Young modulu paskaldır. Mexaniki gərginlik paskaldır. 2, 3, 4. Hətta düsturları yazsaq, təzyiqin düsturu P bərabər F bölü S. Səthi gəlinmə sigmadır. Düsturu F bölü S. Young modulu Y bərabərdir. Sigma bölünsün epsilon. Epsilon nədir? Nisbi uzanmadır. Aydındır? Dostlar, bura qədər sualı varmı? Yoxdur, müəllim. Hamı başa düşdü? Hamı elə bir nəfər cavab verir bayaqdan. Bəli, aydın. Tamam. Mayenin səthinin kənarının uzunluğunu 2 dəfə artırdıqda, yəni L 2 dəfə artırdıqda səthi gəlinmə əmsalı dəyişməz. Səthi gəlinmə əmsalı sigma bərabər F bölü L-dir. Sigma bilirsiniz ki, asılıdır. Mayenin növündən və temperaturdan asılıdır. Hətta sigma temperaturdan tərs asılı idi. İndi 16-ya baxıram. Temperaturun sabit qiymətində, yəni bizə sualda temperaturu sabit verib. Doymuş buxarın həcmi artır. Doymuş buxar bilirsiniz ki, ideal qaz qanunlarına tabe deyil. Doymuş və ya doyan eyni termin kimidir. Əvvəl doymuş deyirdilər. Bizim dilimiz doymuş öyle, şimdi doyan deyirlər. İndi baxaq. T sabitdir, V artır. Buxarın kütləsi neyniyər? Artar. Niyə? Çünki M bərabərdir rho V-yə. Doyan buxarda temperatur sabit qalanda
həcm də sabit qalır. Həcm artanda m də artır. Bu getdi. Deməli 2 düzdür. Kütlə azalır, səhv, sabit qalır, səhv. Təzyiq neyniyir? Sabit qalır. Bəli. Doyan buxarda temperatur sabit olanda, bax bir daha bunu yazıram bura. Lütfən başa düşün. T sabit olanda P, rho, n nə qalırdı? Sabit qalırdı. Cavab nə oldu? 2 və 4. Aydındır 16 hamıya? Bəli. Aha. Bəli. 17-yə baxıram, Aydın. diametri veribdir. Diametrindən kapilyar borda qalxan mayenin hündürlüyü 4 sigma bölünsün. Rho J D-dir. Yəni hündürlük diametrindən tərs asılıdır. Diametr D olanda hündürlük H olubsa, diametr 4D olanda hündürlük nə olacaq? H böl 4. Yəni H2 böl H1 bərabərdir. D1 bölünsün D2. Tərs asılıdır. 18-ə baxaq. Rezin qaytanın uzunluğundur. Veribdir, qrafikin veribdir. Sətli əmsalını tapın. Bilirsiniz ki, elastiklik qüvvəsinin düsturuna görə F bərabər K delta L, F 8-dir. 8 bərabər K vurulsun. Delta L-in düsturunu bilirsiniz. L çıx L 0. Yəni 8 bərabər K vurulsun. L 15, L 0 5. Yəni 15 çıx 5. Buradan K eləyir 10-da 8. Demək, bunu santimetrindən veriblər, düzdürmü? Santimetr, Newton böl santimetr, düzdürmü? Metrə çevirsək, 80 eləyəcəkdir. Aha, indi baxaq 19-a. En kəsiyinin sahəsini verib, bu bizim üçün bir S-dir. Aha, deməli, nə deyir? Polad məftildən nə qədər yük açanda o qırılar. Baxın, mexaniki gərginliyin düsturu sigma nəyə bərabər idi? F böl S. F-in də yerinə gətirib mj bölünsün S yaza bilərəm. Buradan m nəyə bərabərdir uşaqlar? Sigma S bölünsün J-yə. Düz yazdıq. Problem var nəsə burada? Məncə yoxdur. Verməli. Sigma S bölünsün J-yə bərabərdir. İndi möhkəmlik həddi sigmadır. Onu veribdir bizə 5 vur 10 üzəri 8. J-ni verib 10. İndi sahəni verib 10 millimetr kvadrat. Düzdür. Mən bunu metrə çevirəndə 10 vurulsun 10 üzəri mənfi neçə yazmalıyam? 1 millimetrim, bax 1 millimetrim neçə metrdir? 10 üstü mənfi 3. Kvadrat nə eləyəcək? 10 üstü mənfi 6. Düzdür uşaqlar? 10 vur 10 üzəri mənfi 6. Razısınız? Bəli. Bəli. Aha. Burada 10'lar getdi. 10 üstü 8, 10 üstü mənfi 6 qaldı. 10 üstü 2. 5 vurulsun 10 üzəri 2-dən neçə elədi? 500 kiloqram. 19 da yəqin ki, hamıya aydındır. Baxırıq 20-yə. Radiusu 1 millimetr olandır. Bu suyun kütləsini tap. Gəl tapaq. Kütlənin düsturu bilirsiniz ki, çəki bölünsün J-dir. Bax, bunu əzbərləməyə ehtiyac yoxdur. M bərabər. Çəki nəyə bərabər idi? F-ə bərabər idi. F nəyə bərabər idi? Sigma elə. Olur, sigma vur. Radius verib deyə elin də yerinə 2 pi böl J yazıram. İndi baxaq suala. J-ni verib 10. Sigmanı verib 73. 10 üzəri mənfi 3. Pi-ni verib 3. Vur 2. Bizə dəqiqə elə yazın, bura yerləşsin. Bizə dəqiqə təzdən yazaq. Aha. Bərabərdir. J-ni verib 10. Deməli 2 pi 3 1 millimetr. Metrə çevirəndə 1 vurulsun 10 üzəri mənfi 3. Sigmanı verib 73. 10 üzəri mənfi 3. Düzdür? Problem var nəsə burada? Məncə yoxdur. İndi gəlin bunu hesablamağa çalışaq. Deməli M bərabərdir. Deməli 2-ni 3-ə vuranda neçə eləyəcək? 6. 6-nı 73-ə vuranda neçə eləyir? 6-nı 73-ə vuranda 438 eləyirmi uşaqlar? Düzdür də? Bəli, bəli. 18, 42, 438. 10 üstü mənfi 3, 10 üstü mənfi 3. Bura nə eləyir? 10 üzəri mənfi 6 bölünsün 10 eləyirmi? Bu da 10'a böləndə bunu, 10'a böləndə bunu. 43 tam 10'da 8 vur 10 üzəri mənfi 6 eləyirmi? 10 üzəri mənfi 6'nı da nəyə çevirsə? 5'ə buradan mikro verməliyik bunu, düz çıxsın deyə. Milliqramdan göstərsək 10 üzəri mənfi 3 olmalıdır daha, düzdürmü? Bəli, müəllim. Mikro olanı aldım. Mikro olmalıdır, ona belə çıxır o.
Müəllim, o da 43,8 milliqram mikro. eləyir də. Milliqram. Bəli. Milliqram 10 üzəri mənfi 3 deyil. Müəllim, kiloqramdan qrama çevriləndə eləyir 10 üstündə Hə, mənfi mənfi 3. Ay sol, hə. mənfi. Düzdür, gördüm. Qramla verib cavabı çünki kiloqramla verməyib. Burada bu tapdığımız bizim 43,8 vur 10 üstü mənfi 6 nədir? Kiloqramdır. Bunu qrama çevirəndə bir dənə də buna bölürsən də, düzdürmü? 10 üstü 3 eləyir axı. 1 kiloqramı 1000 qram deyil, 10 üstü 3 qram deyil. Onda 43,8 10 üstü mənfi 6-nı 1000-ə vuranda eləyir 10 üstü mənfi 3 qram. Bu 10 üstü mənfi 3-ü nə ilə göstərəcəyik? 43,8 milliqramla göstərəcəyik. Başa düşdünüz? Dostumuz düz deyir. Bəli. Hamıya aydın oldu mu? Çünki kiloqramla tapırıq axı bir cavabı. Bəli. Amma bizə qramla istəyir. 10 üstü mənfi 6-nı qrama çevirəndə 10 üstü mənfi 6-nı 1000-ə vuranda nə eləyir? 10 üzəri mənfi 3 qalır. Kvadrat şəkilli boruda hündürlüyü verib 7 sm. Kvadratın tərəfinin uzunluğunu hesablayın. Tamam, bu bayaqki düstur deyilmi? 4 sigma bölünsün. Rho, J, A. 7 sm metrə çevirsəm neçə eləyəcək uşaqlar? 0,7 düzdür, bərabərdir. 4 vur. Sigmanı verib bizə 70 millinewton. Yəni 10 üzəri mənfi 3. Rho-nu verib 1000. J-ni verib 10. Vurulsun A. Düzdür? Ben orada 0 neçə? 7 santimetr 0,7 %7 metre olur. eləyir. Bəli, %7 eləyir, bəli. Bəli. 0,7-dir, bəli. İndi gəlin buradan A tapaq. Gəl görək nələri qısar apara bilirik. İşimiz rahat olsun. Deməli, burada bu 10-la bu 70 gedər, düzdürmü? 7 qalar. 10 üzəri mənfi 3 ilə. Buradakı 10 üstü 1000 aparmaq qısar olarmı? Görək. 0, hətta gəl bu 7-ni də belə yazaq ki, işimizə yarasın. 7 vur 10 üzəri mənfi 2 bərabərdir. Məxrəsdə qaldı nə? 1000A. Düzdürmü? Gəl bunu qırmızı yazaq. Yuxarıda qaldı nə? 28 vurulsun 10 üzəri mənfi 3. Buradan A-nı gəl tapaq, sonra hesablayaq. Oldu 28 vur 10 üzəri mənfi 3 böl. 1000 vurulsun nə? 7 vur 10 üzəri mənfi 2. Yenə bu 7 ilə bu getdi. Burada qaldı 4. Düzdürmü? 4. Burada 10 üzəri mənfi 2. Burada 10 üzəri 3. Onda yuxarıda nə qaldı uşaqlar? 4 vurulsun 10 üzəri mənfi 3. Aşağıda nə oldu? Mini, yəni 10 üzəri müsbət 3 deməkdir də bu. 10 üzəri müsbət 3-ü 10 üzəri mənfi 2-yə vuranda elə 10 üzəri müsbət 1 elədi mi? Əla. İndi 4-ü 10-a böləndə neçə elədi bu? 0,4 10 üzəri mənfi 3 metr. Bizdən cavabı nə ilə istəyir? Millimetrlə. Zaten 1 metrim də 10 üzəri mənfi 3 deməli. 10 üzəri mənfi 3 metr ilə 4 millimetrdir də. Cavab elə D variantı oldu. Aydın oldu uşaqlar. 1 millimetrim 10 üzəri bilirsiniz də. 10 üzəri mənfi 3 metrdir. Aydın oldu. Elə zaten cavab elə çıxdı. Problem varmı? Yoxdur müəllim. 22-yə baxaq. Mütləq rütubəti deyir hesablayın. Rho bərabər n bölünsün V-dir. 800-ü böləndə 50-yə. Zaten bu qramla çıxmalı da bilirsiniz. Su buxarı deyəndə kiloqram deyil. Vahid elə qramlandır. 23-ü eləyək. Deyir ki, hansında daha sürətlə buxarlanar? Uşaqlar, nisbi rütubət artanda buxarlanma artırdı, yoxsa azalanda? Azalanda. Azalırdı. Bəli. Deməli, nisbi rütubətin böyük qiymətində buxarlanma nə olur? Kiçik Az olur. olur. Bəli. Nisbi rütubətin kiçik qiymətində nə olur? Buxarlanma böyük olur. Hansında daha sürətlə buxarlanar? Kiçik qiymətdə, 40%-də. Aydındır? Bəli, müəllim. Buxarlanma artanda, nisbi rütubət artanda artıq buxarlanma nə edir? Azalır. Ayso. İndi davam eləyək. Diametri verən 2 santimetrdir. 6 kilonewton qüvvə möhkəmlik həddi. Uşaqlar, möhkəmlik həddi sigmadır. Sigma bərabərdir.
F bölünsün S-ə. Diametr verib deyə sahənin diametrindən düsturu nə olur? Pi d kvadrat böl 4. Və yazıram S-in yerinə pi d kvadrat 4 yuxarı qalxır, olur 4F. Bərabərdir. 4 vurulsun. F-i verib 6 kilonewton. 6 10 üzəri 3 bölünsün. Deməli, pi-ni verib 3, diametri verib 2 santimetr. Bunu metrə çevirəndə nə yazmalıyam bura? 10 üstü mənfi 2 düzdür. Nə var burada? Kvadrat var. Onda bu nə eləyəcək? 4 vurulsun 10 üzəri mənfi 4. Düzdür uşaqlar? 4-lər getdi. 6-nı 3-ə böldüm. 6-nı 3-ə böldüm 2. 10 üzəri 3 çıx 10 üzəri mənfi 4. 10 üzəri müsbət 7. 1 sıfırı ayırdım. 20 vur 10 üzəri 6. 6-nı da nə ilə göstərə bilərəm? Mega ilə göstərirəm. Olur 20 megapaskal. Aydın oldu hamıya? Bəli, müəllim. Aha. Yəni baxaq 25-ə. Su buxarının verilmiş həcm, yəni V konstant. Kütlənin 3 dəfə azaldan nisbi rütubət. Nisbi rütubət fi nəyə bərabərdir? Rho bölünsün rho 0, vurulsun 100%. Doğru. İndi V sabitdir. V sabitdirsə M bərabər rho V. Kütlə 3 dəfə azalanda sıxlıq neyinir? O da 3 dəfə azalır. Sıxlıq 3 dəfə azalırsa nisbi rütubət neyinir? O da 3 dəfə azalır. Başa düşdünüz? Bəli, Bəli. müəllim. Bəli. Əla. Nəsə burada bir problem qalmadı ki? Xeyr, Xeyr, müəllim. Deyin görüm suallardan hansınsa istəyirsinizsə üzərindən bir daha mən təkrar kimi tez, qısa keçim. Xeyr, müəllim, ehtiyac yox. Tamamdır.